Xanımlar və cənablar, hər birinizi salamlayıram. Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Mən Qabil Türkoğlu sizlərlə canlı yayımdayım. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, yayımı bəyənib paylaşın, auditoriyamızı geniş eləyin. Dostlar, qardaşlar, bildiyiniz kimi dünən internet problemindən dolayı dünən və dünənə qədər uzun zamandır əziyyət çəkirdik. Artıq bu problemləri demək olar ki, arxada qoyduq və yeni dönəm, yeni səhvə açdıq. Üstəlik bugündən daha da dəqiq olmağını düşünürəm. Bugün bir balaca istədiyim səviyyədə, ümumiyyətcə gün ərzində aktivliyimi ortaya qoya bilməsəm də, sabah ayın 18-i axşam saat 5-ə qədər bütün bu internet problemi həll olunmalıdır və irəliyə addımlamalıyıq. Hər neysə, dostlar, qardaşlar, bugün maşallah birinci dəqiqədə 70-80 adam izləyir, ikinci dəqiqə olmuyor. Mənim kanal problemi yoxdur məndə, sadəcə baxış problemi yoxdur. Sadəcə mən 5 ildir kanalım vurulmurdu. 5 il bundan qabaq mənim kanal, YouTube kanalından anlayışımın zəif olduğundan dolayı kimlərsə, bəli, mənim xəbərim olmadan mənim kanalımı idarə eləyənlər bir kanalımla o biri kanalımı vurdurdular, kanallarımı satdılar. Və 2022-ci ildə kanalı tamamilə əldə elədim və bugünə qədər heç vaxtı, yəni bir həftə bundan qabağa qədər, daha doğrusu bir həftə də yox, 5 gün bundan qabağa qədər mənim kanalım heç vaxtı vurulmamışdı. Vurulmurdu. Və 5 ildən sonra deyir, su uyuyur, düşmən uyumaz. 5 ildən sonra ən vacib məqamda, ən vacib zamanda mənim kanalımı vurdular bir həftəlik. Ən də mənasız bir video ilə. Hansı ki orada ihlal heç nə yox idi. Bütün hallarda indən sonra mən hətta 2 kanalı da yox, 3 kanalı paralel aparacağım. Dəyərli vətənlərim. Bir də bu boşluğu hakimiyyətə verməyəcəyəm. Sadəcə mənim bir müddət öncə yadınızdadırmı, hayhuy elədim ki, bu Qabil medianı qaldıraq və tam axıra kimi addımlamadıq və istədiyimiz səviyyə kanalı çatdırmadıq. Ona görə də başımız bir balaca ağrıdı. Və nəzərinizə çatdırım ki, bu düzdür, ölücü olmasa da Avropada da bu xəstəlik var. Çırt pırt bu əməllər olur deyə zaten Azərbaycanda mən yadıma gəlir uşaq vaxtı, məktəb vaxtı, bu vaxtlar xəstəliklər çox olurdu, kam askırırdı, öskürürdü. Deyirdilər ki, qar yağsaydı, marozlar düşsəydi bu mikroblar neyniyərdi? Hər nəsə, güya marozla mikrob neysə, müəyyən bir aşama keçilməlidir. Və burada da elə, yəni bilmirəm, bunun bəlirtiləri quş kepinə oxşuyur, amma bu son zamanlarda korona çox deyirlər. Bütün hallarda 2 həftəni, yəni 15 günü əhatə dairəsinə alan bir xəstəlikdir. Bütün hallarda xəstəlik 1-2 gün, bir gün bir balaca ağrılı olur. Qalan vaxtı keylik, nə bilim, baş hərrənmə, baş gicəllənmə, ən çox öysürmə, hərədə biraz belə, biraz elə də, birində boğaz ağrıyır, birində sancı ilə müəyyən şeyləri özündə əks etdirir. Özünüzü qoruyun əlbəttə ki, düzdür, ən böyük virus Əliyev virusudur, dəyərli həmvətənlərim. Özünüzü qoruyun, qorumağa çalışın və s. və ilə axirə. Bugün isə nədən danışacağıq? Əlbəttə ki, gündə Azərbaycanda qulaq 100 dənə söz eşidir. Oradan da dəhşətdir. Mən istəyirəm ki, düzdür, sabah axşam kanalımız açılmalıdır. Sabah axşam amma gec açılmalıdır. Ona görə mən sabah böyük kanalda yayım eləyəməyəcəm. Zaten böyük kanalda da yayım bir neçə gün etməyəm. Hər kəsi bura göndərib bu kanalı qaldıracam. Hər 2 kanal gündə bir yayım burada olacaq, bir yayım haqsızlığa susmada. Yəni bir yayım Qabil Mediada, bir yayım Haqsızlığa Susma kanalında olacaq.
Hə, dostlar, gördüyünüz kimi Allahın qismətidir, takdiridir. Gördüyünüz kimi Xalq Cəbhəsində də Əli bəy həbs edildi, Əli bəy həbs edildi, düzdür. Müəyyən dərəcədə addımlar atılır, amma fikir verirsiniz, Əli bəy həbs edildi, ha. Bir ölkəyə baxın, görün ölkədə vəziyyət necədir və xaricdə vəziyyət necədir. Mən deyənlərlə qane olacaqsınızmı? Qane olursunuz siz. Oturun, analiz eləyin. Bəli, yalan deyirəmsə, burada bir neçə məsələni demək kifayətdir. Bir neçə məsələni demək. Əli bəy tutuldu və yaxud hansısa bir lider onunla hamımız donmaq, həbs edilmək olmaz. Olmaz. Birinci burada sual ortaya çıxır. Təxminən ilini deyim də sizə. İlini deyimsə 2022 22 yox. 22 yox, 21. 21-ci ildə, çox güman ki 21-ci ildə. 21-ci ildə. Mənə və bəzi adamlara, o cümlədə Məhəmməd Mirzəliyə bildiyim qədərindən Əli Kərimli sualı verilmişdi. Əli Kərimli etimadınız tamdırmı? Rusiya ilə bağlılığı varmı? Bu sual elə belə verilməmişdi. Mən orada dedim ki, Əli bəy, Rusiyaya bağlılığı, QGB-yə bağlılığı, nəyə bağlılığı hiss edilmir. Yoxdur belə bir şey, amma Avropa qərb yönümlü bir lider kimi tanıyır. İkinci də elə bir şey varsa, mən onun necə deyərlər, yolunla getmiş, siyasətə gəlmiş adamam. Öyrəndiklərimizi ondan öyrənmişik. Onun varsa da bizdə zərrə qədər ola bilməz. Mən düşünmürəm ki, Əli Kərimli Rusiyanın adamıdır, ora xidmət edir, heç ağlımın ucundan da keçirmirəm. Bunu mən dedim zaten. İkinci dəyərli həmvətənlərim, dəyərli soydaşlar, maraqlı məqamı odur, yenə deyirəm. Xalq cəbhəsində xalqa xidmət eləyənlər var. Aydın məsələdir, şərəfli insanlar, bir hissəsi də türmədədir. Əli bəy, rəhbər Əli bəy də bu kateqoriyaya rəhbər olaraq da bilirəm, düşünürəm. Yerdə qalan, yəni ümumiyyətcə ikinci və üçüncü, yenə deyirəm, polisə və DTX-yə işləyən qurumlardır. Qurumlar deyəndə fəallar deyək. 3. Xalqa işləyənlər, DTX-yə işləyənlər, polisə işləyənlər. Hal-hazırda polisə işləyənləri, polislə əlaqəsi olanlara baskı çoxdur. Belə düşünürəm mən, belə görürəm, belə hiss edirəm mən. Və dəyərli həmvətənlərim, yəni Əli Kərimli həbs edildi. Zaten Azərbaycanda Əli Kərimli ev dustaqlığındaydı. Sadəcə Əli Kərimlinin həbs edilməsi iki amilə toxunur. Biri özəl amil, yəni ailəsinin içində qala bilmir, özəl amil. Biri də nədir? Həftədə bir dəfə Qənimət bəyin efirində çıxış eləyib 2000 adam, 3000 adam baxırdı, baxa bilmir. Vəssalam, başqa Əli bəyin heç bir azadlığı yox idi, başqa Əli bəyin heç bir fəaliyyəti yox idi. Fəaliyyətinə imkan verilmirdi. Sadəcə Əli bəyin həbsi nə qoydu ortaya, biz nə düşünürük? Əli bəyin həbsi bəzi ağzı göyçəklərin ağzını bağladı, bu bir. İkinci, Əli bəyin həbsi demək olar ki, Əli bəyin uzaqlaşan, bəlkə də şübhəli qalan, nə bilim, bu qəbirdən olan isə bir, deyək ki, partiya gücü 10 idisə 50 oldu. Yəni Əli bəyin gücü 1%-ə düşmüşdü bəlkə də, heç 1%. 1%-ə düşmüşdü, 50% qalxdı. %50-yə qalxdı. Bu yaxşı göstəricidir. Amma dəyərli həmvətən, xalqdan istədiyimiz nəticə əldə edildi mi? Bəli, mediada mediada Əli Kərimli olmasın,
orada Qabil olsun, orada İlham Əliyevə qarşı repressiyaya məruz qalan Qurban olsun, Osman qızı olsun, nə bilim Tural olsun, nə bilim bir başqası olsun da, Qubat bəy olsun. Fərqi yoxdur. Biraz Əli bəydən aşağı, biraz Əli bəydən yuxarı. Yenə də xalq İlhamın rəqibi kimsə, İlhamın hədəf aldığını xalq müdafiə eləyəcək. Çünki bu xalq Əliyevlərdən bir yiyib 5 götürübdür. Yəni mən istədiyim nəticəni əldə eləyəmədim. Bax mənim xəbərim yayılır. Özə bilirsiniz də 6 aydan bir xəbərim yayılır. 6 aydan bir. Mənim xəbərim xalqı medianı silkələyəcək qədər Əli bəyin həbsi o qədər effekt yaratmadı. Bunu açıq deyirəm. Kaşca yaradardı. Əli bəy ömrünü qoyubdu mübarizəyə. İndi bəzilər düşünür, bəlkə pərdən arxasında nəsə var. Pərdən arxasında nəsə olsa da bu qənaət bəxşdir. Çünki İlham Əliyevi yıxmaq üçün şeytanla belə müqaviləyə getməyə mən hazıram deyirəm. Rusiya olmur, kim olur olsun. Şeytan belə olsa, İlhamı yıxmaq üçün, o hakimiyyəti devirmək üçün şeytanla da müqaviləyə getməyə hazıram. Yadımda da bir neçə il bundan qabaq, 2 il bundan qabaq hadisə olardı. Bəxtiyar Vahabzadənin oğlu, oğlunun adı nə idi? Bəxtiyar Vahabzadənin oğlu, hər nəysə. Sevinç Osmanqızın kanalında demişdi ki, orada bir bloger var Almaniyada. Deyir ki, şeytanla mən müqaviləyə getməyə hazıram və çox düzgün deyir. Bəli. İsfəndiyar Vahabzadə bunu belə dedi. Bütün hallarda xalqdan deyəcəz, Facebook dağılır axı, sosial şəbəkə. Bilirəm, bunların çoxsu siyasiləşmiş adamlardır. O yorum yazanlar da bilirsiniz nədir? Onlar da xalqın içindəndir. Onlar da yazırlar. Yəni, nəzərə alın ki, Əli bəy Azərbaycandadır, mən isə tam olunan Qabil Almaniyadayım. Nəzərə alın ki, gecə gündüz İlham Əliyevin ailəsini özünü əsl adınla çağıran adamam. Bu özünü, keçə indi Azərbaycan xalqının gecə mitinqlərə yetirir. Cəmi cümü bir neçə yüz cəbhəçi məhkəmə önünə gəlməyə çalışıb, onu da dağıdıblar, narahat olublar, vurublar, püskürdüblər, neyniyiblər. Bu da qənaət bəxş deyil. İndi öz aramızda təmiz söhbət eləyək. Əli bəyin məhkəməsində 10.000 adam gəlsəydi, qoy 100 mini qoy, 50 mini qoy o tərəfə qoy. 10.000 adam gəlsəydi, necə Avropa dəhşətə gələrdi? Necə orada böyük bir həngamələr ortaya çıxardı? Necə? Ən azından mən nə deyim sizə? 19 oktyabr 2019-cu il mitingi var idi. Əli bəydə vurdular, apardılar. Oraya elə 10.000, 15.000 adam gəlmişdi. O qədər, yəni düz gəlmək istəyən çox idi. 50.000, 100.000 idi. Amma yollar bağlı idi, gələnməmişdi. O gəlib çatdıqları yer var ya, o bölgə. Orada 1000 nəfər bir yerə yığıla bilmişdi, 1000 nəfər. Amma qalanları ətrafa dağılmışdı, yaxın ətraf. Hətta o yaxın